bütün balıqlar qarmağa necə keçirlər? O qurda görə də. Gör, tərpənir qurd. Nəfsinin Hə, də qurbanı deyir, olur. bu qurd var burada. Da fikirləşmir ki, o suyun ortasında o qurd nə qayırır? Və nəfsi onu salır qarmağa. Bütün insanlar o cür qarmağa düşürlər. Hə, amma əgər sənin içində bir aydınlıq yaranırsa gecə tezi, sən attığın addımda düşüncənin səni hara apardığının fərqindəsənsə, göz yummursansa önəmli nöqtələrə, bu aydınlıq sənə böyük bir güc, bilik gücünə çevrilir. İnsan aydın görməyə çalışmalıdır, çox şey bilməyə yox. Biz tamam bu maarifçilikdə yanlış bir dəyər formalaşdırdıq. Mən cavanlığımda özüm də elə idim də. İndi də görürəm bəzi cavanlar, ay o kitabı oxuyur, qutarır, keçir bu kitaba, bir məşhur adamın kitabından keçir, o bir məşhur adamın Sırf ad çəkmək üçün. Filan kəsin kitabını Hə, oxumuşam, həm ad reklam çəkmək. xarakterli. Həm ad çəkməyi, həm də düşünür ki, bu özgələrin biliklərini oxuyub mənimsəyəcək olacaq Ağıllı. ağıllı. Qətiyyən. Eynən o düşüncə. Böyük bir zibilxana yaranır onun başında. Hərəsi bir səmtə çəkir yəni. Böyük bilik, böyük bilik aydınlıqdan yaranır. Ona görə məsəl üçün aydınlıq şeyinə gücünə gəlib çatmış adamlar, onlar neynirlər? Onlar qayıdırlar 5-6 müdrik kitabı təkrar oxuyurlar ömürlərinin axırına kimi. Onlar aydınlığı məşq edirlər. Məsələn, Quran deyir, belə bir kitab tapa bilməzsiniz siz. Qayıdıb Quranı oxuyur. Qayıdıb Mahabharatanı oxuyur. Qayıdıb Dhammapadanı oxuyur. Lunyunu oxuyur. İncili oxuyur. Və o sadə və amma dərin hikmətlərin bütün ənginliyini görməyə can atırlar.